Hər vaxtınız xeyir əziz İdman TV izləyiciləri. Yeni layihəmiz Knockout verilişi ilə qarşınızdayıq. Verilişimizdə yerli və dünya döyüş arenalarında baş verən ən son yenilikləri müzakirə edəcək. Eyni zamanda Azərbaycanlı tanınmış döyüşçülər qonağımız olacaq, həmçinin ekspertlər qonağımız olacaq. İlk verilişimizin ilk qonağı isə tanınmış Azərbaycanlı MMA döyüşçüsü Elnar İbrahimovdur. Xoş gördük səni. Salam, xoş gününüz olsun. Mən də sizə öz təşəkkürümü bildirirəm ki, ilk verilişə məni çağırmışsınız. Mənim üçün bu çox xoş oldu. Minnətdaram sizə. Əsas məsələyə keçmədən əvvəl süjet var Elnar İbrahimov haqqında. Onu izləyək, çox qısaca olaraq yenidən qarşınızda olacaq. Azərbaycanlı MMA döyüşçüsü Elnar İbrahimov 7 iyul 1997-ci ildə Füzulidə anadan olub. Elnar 66 kiloqram çəki dərəcəsində mübarizə aparır və hazırda Qarabağ Fitness klubunun üzvüdür. Peşəkar karyerası ərzində İbrahimov 18 qələbə və 9 məğlubiyyət əldə edib. Qələbələrinin 5-i texniki nokaut, biri isə təslim etməklə olub. Məğlubiyyətlərinin isə 5-i texniki nokaut, ikisi isə submissionla baş verib. 2021-ci ilin iyun ayında Qazaxıstanın Almatı şəhərində keçirilən Nayza Fighting Championship turnirində İbrahimov Ermənistan təmsilçisi Varşan Qverogyanla qarşılaşıb və bütün raundlarda üstünlük göstərərək qələbə qazanıb. Son döyüşünü isə Turan Fight Liqasında Rakhmonjan Mamedaliyevə qarşı keçirən həmyerlimiz inamlı qələbəyə sevdi. Elnar İbrahimovun karyerası ərzində müxtəlif beynəlxalq turnirlərdə iştirakı və əldə etdiyi nəticələr onun Azərbaycan MMA sahəsində tanınan idmançılardan biri olduğunu göstərir. Elnar, düzdür, süjetdə sənin haqqında ətraflı olmasa da müəyyən qədər məlumat aldıq, amma hazırda yəni sənin karyeran hansı mərhələdədir? Hazırda deyərəm ki, mən elə bir 2005 mənim üçün çox düşərli oldu. Yəni karyeramı deyək ki, yəni pik vaxtını yaşayıram da. Bildiyiniz ki, bundan 2 ay əvvəl mən 2024-də getdim Taylanda təlim məşq toplantısı. 2 ay orada qaldım. Orada biz də yəqin tanıyırıq. Gözəl Duvayev keçmiş UFC çempionu. Onun müəllimi tərəfindən o mənə 2 ay şəxsi məşq verdi. Həm də onların komandasındaydım. Təlim məşq toplantısından sonra da bilirsiniz ki, inşallah mənim gələcəkdə Turan FC-dən kontraktım var. Orada döyüşəcəm. Elə həmən bu yaşı 2 ay orada hazırlaşdım. Orada bütün siz dediyiniz UFC ulduzları hamısı oradaydı. Həmin UFC ulduzlarından yəni izləyicilərimiz, yəni yaxından MMA izləyənlər yəqin ki, bilərlər. Fiziyev də orada məşq eləyir. Bəli, elə mən Fiziyevlə bir yerdə məşq eləyirdim. Həm də ondan mənim bilirsiniz ki, dostluğumuz da vardı ondan bizim. Sağ olsun, gələndə orada bizə həm... Yəqin ki, müəyyən onun biliklərindən, təcrübəsindən harasa bəlkə... Əlbəttə. Tək orada o deyildi. Fiziyev özü də orada elə bir şey, deyək ki, məşqçi deyil. İdmançıdır. Məşq keçir təbii ki, amma hər halda artıq mərhələni keçib, artıq UFC-dədir. UFC-sə demək nəsə var. Yeri gəlmişkən hazırda elə Fiziyev rəqib axtarır. Bilirik ki, İslam Maxaçevin rəqibi döyüşə az qalmış, döyüşdən imtina etdi. Hətta belə bir ehtimal var idi ki, Fiziyev onunla döyüşə bilər. Çox yaxşı olardı. O məqama gələcəyi, Elnar, mən hazırda istərdim ki, sənin, yəni düzdür, bildirdin ki, Taylandda məşq keçmisən, hər şey qaydasındadır. Yaxşı, bəs UFC ilə kontrakt və əlavə edim ki, sənin hazırda döyüşlərinə çıxdığın Turan FC-də artıq bir təkandır. Çünki UFC ekspertləri, skautlar artıq səni orada izləyə bilərlər. Menecerləri, matchmakerləri hamısı bunu izləyir, onlar baxır. Onlar necə ki, Dana White kontent seriyası var, necə orada vuruşursan, oradan səni qəbul edirlər. Bu da həmin şeydir. Məsələn, UFC Fight Pass kontrakt verir hansısa liqalara. Deyək ki, məsələn, bizim bu liqaya. Bizə bunlar kontrakt verib. Buranın çempionu olursan, kəməri götürürsən və onlar səni birbaşa UFC-yə götürür. Bəli, səndə necə? Yəni, hal-hazırda hansısa menecerlə işləyirsən, yoxsa... Dediyim kimi, həmən o Jose Aldo müəllimi var, Fabricio. Fabricio ilə mənə həm orada məşqçilik eləyir, həm də mənə menecer eləyir. İnşallah bu döyüşdən sonra mən təzədən qayıdıram apreldə, təzədən ikinci yaşımı orada hazırlaşacağam yenə. Çox böyük ehtimal ki, sənin UFC ilə artıq müqavilə imzalamalı. İnşallah astanasındayıq da, 1-2 döyüş qalıb. Allah utandırmasın. Əgər hər şey biz dediyimiz kimi olsa, plana uyğun geçsə, inşallah ki, bu il sonuna kimi yaxşı xəbərlər eşidəcəyik. Və nəzərə alaq ki, düzdür, indi UFC-də fight night-lar olur ilk olaraq, orada döyüşürsən. Yəni, bunu bütün idmançılar bu yolu keçirlər və səndə featherweight-dir, səhv etmirəmsə, çəki və orada da
düzdür, güclü rəqiblər çoxdur. Əsası İlya Topuriyadır. Düzdür, kəmər çəki dəyişmə məsələsi hal-hazırda müzakirə olunur. Ola bilsin ki, İslam Maxaçev. O çünki çəkisini sala bilmir ki. O rəqiblərə qarşı necə döyüşməyə hazırsan? İnşallah ki, orada biz necədir? Birinci ora kontrakt verəndə sənə top 15 dənə rəqib vermirlər. İlk onlarda 4 döyüş kontrakt verir sənə. Həmin o kontraktda topluğa düşməyən, top 15-lərə düşməyən rəqiblər verir. O rəqibləri keçdikdən sonra həmən o 4 rəqibi, deyə bilərik ki, o hətta yoxlanışdır da o. Yox, orada əgər məsələn 3 döyüş uddun, 1 döyüş uddun, yenə sənə kontrakt verirlər. Uzadırlar və topa salırlar səni. Yox, əgər məsələn 1 döyüş uddun, 3 döyüş uddun, sənə kontraktdan xaric edirlər. Yəni belədir, əgər sən həmin o 4 döyüşü ardıcıl utsan, düşürsən top ona, top ondan sonra da 2-3 döyüşə sən kəmərə gedib çıxa bilər. Düzdür, hələ tezdir, amma maraqlıdır. Ümumiyyətlə, orada qarşılaşmalı olduğun, yəni ehtimal olunan döyüşçülərlə hansısa bir müəyyən tanışdığın və yaxud onların döyüşlərini izləmisənmi? Orada top 10-da olan döyüşçülər var. Məsələn, Qafqazdan olan Movsar Evlayev. Bəli, Movsar Evlayev. O çox güclüdür mançıda. 18-0-dır bunun reytingi. Yəni biz ondan imkişət batının içində olmuşuq. Yer gəlmişkən Dağıstanda Eagles deyəsən. Eagles MMA. Yəni orada məşq keçirlər. Yəni Azərbaycanlı idmançıların bir əksəriyyəti orada gedir. Əvvəl onlar orada təşkilatçılıq eləyirdilər Eaglesa. İndi nəsə həmin təşkilata dayandırıblar. Sonra biz arası bir 2-3 dəfə imkişət ilə təlim məşq toplantı olmuşuq. Elə Həbbin özündən. Orada da olmuşuq. Elə Həbbin o rəhmətli atası bizim zala gəlib. Abdulmanap da gəlib. Yəni Elnar, əslində sən özün indi danışırsan və əsas odur ki, dəstək lazımdır idmançıya. Onlara dəstək var. Məsələn, bu adamlar fikirləşmir ki, məsələn də ailə necə dolanacaq, mən nə edəcəm, yol pulu, məşq pulu, vitamin pulu. Bunlar hamısı olandan sonra əsas budur. İkinci gəlir disiplin. Disiplin oldusa, əzmkar oldunsa, bunlar hamısı olacaq. Bunlarda da onların hamısı var. Ona görə də qardaş yaxşı vuruşurlar, döyüşürlər. Qaldı Umarla Meyrabın döyüşünə. Umar da yaxşı hazırlaşır bu döyüşə. Aslı gözləyirdin Umarın məğlub olacağını. Bəli, mən demişdim 50-50-yədir. Çünki Meyrab kardiosu çox güclüdür, həm də güləşir. Yəqin ki, özün çox gözəl məqama toxundun Elnar. Yəni adam 5 raund döyüşdü. Baxmayaraq ki, bu məqamı vurğulayım ki, Umarın özü açıqlama verdi döyüşdən sonra ki, əlim qırılmışdı. Amma hər halda yəni fiziki göstəricinin, yəni əllə düzdür, müəyyən problemləri olar. Yəni sən daha yaxşı bilərsən. Yəni onun əllə nəsə əlaqəsi varmı? Umarın əli çöldə qırılmayıb ki. Bunu kim qırıb? Meyrab qırıb da. Meyrabla döyüşəndə qırılıb da. Yəni gedib çöldə olmayıb ki bu. Demək bunu kim eləyib? Meyrab eləyib. Yəni Meyrabı həqiqətən doğrudan da halaldır. Yəni elə belə rəqiblər udmayıb. Olimpiya çempionu Genr Sexudondur. Pyotr Yan udub. Pyotr Yan, yəni çox. Genr Sexudu Olimpiya çempionu. Sean O'Malley'nin özün, yəni Sean O'Malley düzdür bir qədər tam olaraq düzdür. Mən o qədər bəyənmirəm açıqçası. Biz niyə ona o döyüşü verdilər? Çünki biz Amerikada biraz PR eləmək lazımdır. Onlar ona görə olacaq ki, məsələn necə Conorla Habib qalxdı. Onlar da elə istəyirlər, elə bir şey olsun. Lazım olan tam olaraq olmadı, amma yəni döyüş maraqlı yığdılar. Sizə deyirəm ki, biraz Həbibdən Conorun döyüşündən biraz aşağıda qaldı Perperiyu. Hətta Aspinal özü açıqlama vermişdi. Bildirmişdi ki, Merab, yəni sən necə məşq edirsən, o yəni siyahını mənə ver, mən də özümü yoxlayım ki, çünki fiziki olaraq çox yaxşı dayandı. O adam həftədə 3 dəfə sparing eləyir. 2-3, ən azı yəni 2 dəfə eləyir də bu sparing. Biz məsələn adi 5-ci gün olur bizdə sparinglər, amma bu adam həftə 2 dəfə sparing eləyir. Qaçmağı çox eləyir, bir də çox güləşir. Güləşi çox üst səviyyədədir. Ona görə də yəni əgər sən nə qədər istəsən kardion olsun, nə qədər istəsənsə çox döyüşəsən, çoxlu güləşməlisən. Düzdür, bunların hamısı şərtdir. Yerdə də, göydə də, striking də yaxşı olmalıdır. Amma əsas güləşməkdir. Güləş vəziyyətlərini çox işləməlisən ki, bu setkada da, oktagonda deyək də, oktagonda yəni bu çox böyük rol oynayır. Yeri gəlmişkən, Enar, həmin döyüşdə Merab 92 takedown var idi. Takedown var idi və onu keçdi, bəli. Onu keçdi. Yəni 96 takedown elədi. Çox böyük bir nəticə. Bilirsiniz də, yəni Umar özü də güləşəndir, amma sizə deyim ki, güləşəndə, güləşən biraz rəqiblə takedownlar çox olur. Aha, yox, həm də ki, həmin o güləşən adam Umar döyüşünü itirdi. Biz niyə? İndiyə kimi Umarla heç kim güləşmirdi. Amma bu onunla güləşdi, yəni Umar döyüşünü itirdi, vuruşa bilmədi.
Elnar, yeri gəlmişkən elə biraz sənin öz karyeranla danışaq. Takedownla danışdıq. Əsas yenə deyirəm, mən necə ki təlim məşqdə Taylandda olmuşam da, orada nə qədər də ki strikinqə, əl-ayağa bunlar üstünlük versə də, mən yenə də orada mənim müəllim vardı, Amerikalı müəllimdir. Həm mənə parter, həm də yuxarıda deyək free wrestlingdə. Ancaq mən yenə deyirəm də, mən bundan sonra da bütün döyüşlərimi ancaq yenə o nöqtədə köklənmək. Parter. Bəli, stoyka, parter. Düzdür, strikingdə hazırlaşmalısan, amma yəni ən çox mən güləşməyə hazırlaşıram. Bu yerdə mən istərdim sənin Kumrin deyim, sevdiyin döyüşçü varmı ki, hansı ki onun döyüşlərini izləyib müəyyən şeyləri özünə qatırsan və yaxud da onun stilini çox bəyənirsən, hansı döyüşçü? Sevdiyim döyüşçü həqiqətən də Jon Jonesdur. Jon Jones əfsanədir də. Bu adam hər tərəflidir. Bu adam bizdə, yəni əvvəl basketboldan gəlib. Bəli. Hə, 23 yaşında belə başlayıb, gəlib hara çatıb. Yəni bu adam həm parteri... Və yeri gəlmişkən UFC-də, səhv etmirəmsə, ən tez kəmər götürən döyüşçü. Bəli. Yəni həqiqətən də Jon Jones, necə ingilislər, Amerikanlar deyir, Goat. Həqiqətən də Goatdır. Goatdır. Jon Jones'la İslam Makhachev müzakirə edirlər və hətta uzun müddət Dana White bildirdi ki, yəni pound for poundda mənə görə yəni Jon Jones'u keçən olmaz bütün çəkilərdə. Amma son 311 kartından sonra özü də razılaşdı ki, yəni İslam Makhachev hal-hazırda yəni pound for poundda əziyyət çəkirlər, özün göstərir də. Yəni kimlərsə deməyi önəmli deyil. Əsasən özü göstərəndən sonra səni sevməyən adamlar da bundan razılaşır. İzlədin 311-i? 311 izlədim, bəli, döyüşə də baxdım, İslamın da döyüşünə baxdım. İslamın döyüşü bizdə Renato Moicano sonradan gəldi. O özü də yəni əslində rəqib imtina etdi. Mən həmişə bunu bildirmişəm ki, yəni hətta saatlar qalmış döyüşü qəbul elədi. Yəni bu əslində xarakterdən xəbər verir. Düzdür, yaxşı pul götürür o öz yerində. Müəyyən mənada şöhrət də qatır onun və karyerasına yazılır ki, bu adam İslam Makachevlə döyüşüb. İslam da yəni hal-hazırda ən yaxşılardan biridir. Yəni xarakterli idmançı idi. Həmin adam üçün bu şansdır da, birdən-birə sənə deyirlər ki, kəmərə döysən. Onsuz da bu yarışa hazırlaşıb. Bu addım atır, necə deyirlər, qorxun üstünə getmək lazımdır. Həyatda həqiqətən riskli səviyyədə, risk eləməlisən. Ola bilərdi də, zərbədir, tutardı, naqdan yeri gəlmişkən elə fürsət də yarandı. Bəli. Bir məqamda İslam özü birinci raundun ikinci dəqiqəsində, ikinci yuxarıda. Bir balaca, bilmədim, zərbə tutmadı. Zərbə tutmadı, yox, sadəcə o İslam onu qarşılayanda sürüşdü, yıxıldı, riskdə qalxdı. Amma yəni azarkeşlər də kifayət qədər reaksiya verirlər. Bundan sonra İslam bir qədər qıcıqlandı. Elə ondan sonra da yəni sabit. Görürsən, yenə dediyim kimi, striking işləyir, lazım olan vaxtda aparır yerdə öz işin görür. Hal-hazırda Jon Jones da öz karyerasını davam etdirir və Aspinall'la döyüş var. Daha doğrusu ehtimal olunur, amma inanmıram ki, amma çox güman ki, yəni həmin döyüş reallaşacaq. Çünki olmasa Dana White məcburdur ki, Jon Jones'dan artıq kəməri götürür. Olacaq. Çünki biz niyə? Onlar belə eləyir ki, çox baxış sayı gəlsin. Həm də orada Jon Jones özü istəyir ki, çox pul qazansın. Ona görə Jon Jones buradan istəyir. Çox. Jon Jones orada deyib ki, mən yəni 30 milyon dollardan aşağı pula vuruşmaram. Jon Jones orada pula görə vuruşur. Aspinall nəyə görə vuruşur? İstəyir ki, Goat'ı utsun. Həm də ki, o biri döyüşdə Jon Jones'dan daha çox pul alsın. Həm də adını tarixə yazsın ki, Jon Jones bizdə uduzmayıb. Bəli. Əslində bir müzakirəli məsələ var. Həmən ərəfədə o birisi də el boş vurur, orada saxlayırlar. Amma indi bugünkü o... Qadağan olunmuş səhv. Amma indi bugünkü onu qadağadan yığışdırdılar. Bu halda onun həmin döyüşü İndi danışıqlar gedir ki, həmən onu həm topolojidən, həm də Sherdogdan o məğlubiyyəti siləcəklər. Hər halda maraqlı olar və səncə Jon Jones'la İslam qarşılaşsa, düzdür, ümumiyyətlə hal-hazırda UFC həvəskarları, sevənlər çox müzakirə edirlər bunu. Düzdür, real olması bəlkə də mümkünsüzdür. İslam ona heç bir round dayana bilməz. Lap elə deyirsən. Çəki nisbəti eyni olsa da, təbii ki, indiki vəziyyətdə mümkün deyil onların. Yeri gəlmişkən elə mətbuat konfransında İslama sual verirlər ki, bəlkə ağır çəkiyə keçməyi planlaşdırırsan, o da gülər əcavə verir ki, gərək edir mənə Aspinall'dan deyir, onun deyir, diyet proqramını götürüm ki, və deyir, inanmıram deyir, mən o şəkildə gəzə bilim, hərəkət edə bilim. Yəni, çox çəkin. Bunun genetikası o deyil axı. Ya da belə ola bilər ki, Jon Jones özü çəki dəyişsin.
O da 70 Jon Johnson çətin. Düzdür, indi yenə də deyirəm. Amma yəni hə, sən dediyin kimi məsələn ikisi də məsələn Eyni çəkidə, eyni çəkidə gücdə olsalar olsalar, çox gözəl, maraqlı maraqlı döyüşlər. döyüş. Çünki hə, İslam da hər tərəfli döyüşçüdür, Jon Jones da. Ona görə hə, 50-nin 50-yə deyərəm mən, əgər elə olsa. Amma bugünkü günləri, yəni ayrı-ayrı çəkilərindən, yəni İslam onqanda bir rahat dayana bilməz. Sən özün 66 kiloda döyüşürsən və əslində belə bir yanaşma var ki, məsəl üçün idmançılar tərəziyə çıxırlar və tərəzidən artıq o çəkini, lazım olan çəkini verəndən sonra oktaqonda tamam fərqli çəkidə olurlar. Ümumiyyətlə, bu məsələ necə gedir? Elə mənim özüm bugünkü diyetadayam. Mən özüm 10 kilo, 12 kilo çəki salıram da. Bu elədir ki, yəni, biz normal insanlar kimi çəki salmırıq da, sağlam, məsələn, deyək ki, bir ağır çəkilən əziyyət çəkir, ona görə salır, bu başqa məsələ. Amma biz deyək ki, belə izah edeyim ki, biz bədəni alladırıq da, bədəndən suyu 3 həftədə diyet edirik, suyu çıxardırıq, yağları çıxardırıq, təzədən onu səhər, məsələn, yarış gündən bir gün əvvəl səhər onda çəkiyə çıxırıq, təzədən onu qaytarırıq. Ona görə bu ağırdır da, məsələn, biz tərəziyə çıxırıq 66, məsələn, özüm deyirəm. Amma sabahsı, məsələn, oluram 75-76 kilo. Yəni, mən öz vəsimdə vuruşa, məsələn, hamı 75 olsa, yenə o çəki salmasaq daha yaxşı olar. Amma, məsələn, 70 kilo döyüşəndə salar 84-dən. Ona görə hamı məcburdur ki, çəkisini salıb qalxırsın. Məsələnin sadəcə görünən tərəfi var, bir də görünməyən tərəf var. Biz dəfələrlə şahidi olmuşuq ki, indi üzdə olan döyüşçülərdən elə Xəbibin özü çəki salanda nə qədər əziyyətlər çəkib. İndi sən özün danışırsan və mən özüm bilirəm ki, sən özün hansı mərhələlərdən keçmirsən və ümid edirəm ki, bütün bunların fonunda layiq olduğun yerə çatacaqsan. İnşallah. Çünki yəni UFC məncə MMA-də bir olimpiyada kimi sayılır. Bəli, qeyri-olimpiya növlərinin deyək ki, olimpiyadasıdır. Mən belə deyirəm. Hər bir idmançının xəyalı olar ki, yəni Çünki məsələn biz Avropa Dünya Çempionatında belə deyək də sizə vuruşmuşuq, qələbə qazanmışıq amma hələ bizdən gedən yoxdur da UFC. Çox da deyirlər məsələn. Düzdür, Nazim Sadıqov var, ondan sonra Rafael var. Amma onların özü birisi Azərbaycanda yaşamır. Bəli, bəli. Yəni bu məktəbdən çıxmayıb. Həm də onlar mənim dostlar. Məsələn, Rafaellə mənim yaxın münasibətim var. Nazimlə elə də yaxından tanışıram, idman kimi tanıyıram. Məsələn, o Amerikada yaşayır. Hə, oradan getmək asandır. Bunu görürlər orada məsələn Amerika mencərləri. Tramplin kimi baxırlar bəlkə də, yəni. Amma ona görə biz çalışmalıyıq, əziyyət çəkməliyik, əllə verməliyik, bir olmalıyıq ki, yəni bizdən də sonra gələcək nəsil, məsələn, mən gedirəmsə dalımda insanları çəkib aparmalıyam. Yoxsa mən gedim, oturum orada cəmaatın qabağını kəsim, o da olmaz. Bəli, Həbib necə gətirir Dağıstan məktəbi? Həbib bir növ lokomotiv rolunu oynayır. Çünki onlarda birlik var. Bizdə məsələn, bizim süfərdə biraz var ki, nə bilim, o ondan küsür, bu bundan küsür. Burada deyir mənəmçilik, orada mənəmçilik. Pərəm-pərəm olanda da yəni istədiyin şeyə nail ola bilmirsən. Yeri gəlmişkən elə dəstəkdən danışdın Elnar. Bir qədər insanın özündən asılı olduğu qədər olmayan tərəflər də var, hansı ki burada maddiyyat önəmli rol oynayır. Bəs yaxşı, sənə dəstək olan, bu yolda kömək olan kimlərsə varmı? Dostlarım var da. Biz elə tək Taylanda getmək nə qədər, 2 ay orada qalmaq. Məsələn, maddi dəstək lazım. Yaxın dostlar varsa olsun, onlar kömək eləyir. Bildiyiniz kimi indi bizim təzə zalımız açılır, Qarabağ Fitness Club. Onlar mənə dəstək edir, məsələn, vitaminasiyadır, geyimdir, vitamindir, məsələn, diyetadır, bunlar hamısı. Yusuf Nurullayeva, buradan da çox salamlayırıq. Salamlayırıq onu. Hələ bildiyiniz kimi, mən bu gələcəkdəki döyüşmədə, Turan FC-də döyüşdüyüm döyüşüdə, yəni da artıq Qarabağ Fitness Club adından döyüşəcəm. Sənin üçün ən maraqlı döyüş hansı olur? Ən yadda qalan, karyeramda məni pika aparan 2 döyüş var. Biri bilirsiniz, bir 10 il bundan əvvəl Kankazqanla olan döyüşümdür. Hələ bu gün də ondan danışırlar. Hətta sosial şəbəkədə paylaşırlar, məni ora tağ edirlər, sən özün də qarşıma çıxıb. Və ikinci döyüşüm də erməni olan döyüşümdür, baxmışsınız da yəni. Bəli, baxmışam. Həmən o mənim rəqibim də İslamın rəqibi ilə elə bir yerdə məşq eləyirdi, o elə onu hazırlaşdırırdı. Mən şəxsən fikirləşirəm ki, idmançı nə qədər sadə olsa, düzdür. Məsəl üçün, UFC-də Conor McGregor çılğınlığı ilə döyüşləri satmağı bacarırdı. Düzdür, bildirirlər ki, bu PR-dır, amma hal-hazırda biz Conor'un vəziyyətini indi UFC sevərlər, yəni ki, yaxından izləyirlər, müəyyən məhkəmə problemləri var, çəkişməli perioddan keçir, hətta başına gələn hadisələrə görə kontraktlar ləğv olunur. İdmançı gözünü açır, zal, ev, bu artıq birisi də qarajda qalırdı bu. Sonra gəlir bu qədər pul,
arxa karyasını saxlayıb. UFC döyüşçüləri yəni boks qədər böyük pullar almırlar. Yəni bu düz söhbətdir. Düzdür, Yoxsa... çünki boks köklü idmandır, boks tarixi idmandır. Amma hər halda Elnar, yəni kütlədə var axı. Yəni UFC-nin də düzdür, kütləsi var. Amma məsələn sizə deyək də, bu axırıncı döyüş oldu deyə Usyk 120 milyon dollar pul aldı. Məsələn bizdə hələ Jon Jones istəyir ki 30 milyon, hələ 30 milyonun söhbəti gedir. Fərqə bax. Çox kifayət qədər yəni, yerlə göy qədər fərq. Adi məsələn sıravi döyüş, hələ mən Jones deyirəm. Məsələn adi orta top 10-da, 15-də 10-da. Nəzərə alaq ki, Jones özü yəni. Hələ İslamın özü axırıncı döyüşdə 3 milyon 200 min pul alıb dollar. Çox azdır da. Bəli, amma 120 milyonu 3 milyon ara. Düzdür, əslində bu bizim üçün, İslam özü üçün də məsələn bir üçün də böyük puldur. Amma hə, boksla... Amma çəkdiyin əziyyətə səncə yəni dəyərmi belə götürəndə düzdür, boksçuların özünün də müəyyən əziyyəti var. Nələri sözlərindən verirlər, amma hər halda onun qarşılığını yaxşı mənada almağı bacarırlar. Yəni 3 milyon əlbəttə dəyər, niyə dəyməsin ki? 3 milyon dəyərdir. Bəli, əlbəttə dəyər. Onlar vaxt var idi, məşqə geyməyə krasovkaları yox idi. Bir-birinin krasovkaları, bugünkü günləri hər şəraitləri var. 3 milyon da yəni az pul deyil. Təbii ki, az pul deyil, yəni kifayət qədər böyük məbləğdir, amma ildə 4 döyüş vuruşur. İldə qazanması 20 milyon dollar pul qazanır. Bu qələbə qazanır, reklamları var, oradan pul qazanır, müəyyən şirkətlər var, onlarla kontrakt var, oradan pul qazanır. Nə bilim, biri maşın verir, biri əlavə ev verir, biri bunun üçün zalası, bunlar hamısı onun maddiyatı. Elnar, bizim artıq vaxtımız yavaş-yavaş sona yaxınlaşır. Son olaraq istərdim ki, biz sənin o UFC məsələnlə bağlı bir məqama toxunaq. Burada sənin həm məşqçi heyətin formalaşmalıdır, komandan formalaşmalıdır. Yəni o komanda hal-hazırda varmı səndə? O komanda var, bəli. Amma ki, yenə də inşallah ki, bu qarşıda olan döyüşü, UFC Fight olan döyüşü mən vuruşmalıyam. Çünki mənə döyüş verən menecerə deyir ki, yəni sırf səni izləyəcəklər də burada, yəni UFC matchmakerləridir. Ona görə bu yaşa ciddi hazırlaşmışıq. Ondan qələbə qazanandan sonra yenə də oturub danışıq olacaq. Danışıqlardan sonra ola bilər ki, birbaşa kontrakt verərlər. Ola bilər ki, məsələn deyərlər ki, bir döyüşdə onları yenə istədiyi hansısa bir UFC Fight Pass-dan kontrakt olan başqa bir liqada vuruştursunlar. Ondan sonra hə. Ondan sonra da əlavə yenə də təzədən baxmalısan, səhvləri görməlisən, yenə məsləhətləşməlisən. Yaxşı bir komanda yaradıb. Mən ümumiyyətcə də yenə də deyirəm, burada hazırlaşmayacam da orada. Yəni Tayland, Amerika. Yəni artıq Taylandda getmisən, əlaqələr var, tanışlıqlar var. Yəqin ki, indi onlar da işin ciddiyyətinin fərqindədirlər. İndi onlar da inşallah baxacaq, izləyəcəklər. Onlar da məsələn orada Phuket Fight Club var, çox güclü məktəbdir. Teyvaz var, Fight Club. Onlar çox güclü məktəbdir. Rafaelin özü məşq edir, Tiger Muay Thai. Yəni orada 3 klubun içində də məşq edirdim. Amma əsas məşq elədiyim yer Teyvazdan Phuket idi. Hər halda çox istəyirik və artıq bir şey qalmayıb. Çox yaxınsan Elnar. Ümid edirik ki, nə vaxtsa səni elə featherweightdə Movsar güclü rəqib olar sənin üçün. Movsar əlbəttə olar, hamısı ciddi rəqiblərdir. İnşallah ki də yaxşı, Allah utandırmasın. Yəni amma mən getdim orada bir nöqtəyə nəzər çatdırım ki, yəni getdim orada UFC fighterlərlə işləyirdik də, hamısı məsələn PFL-in döyüşçüləridir, One FC-nin döyüşçüləridir. Amma yəni inandığım hissə olan biz heç nə artıq deyil. Sadəcə olaraq disiplinləri, məşq kampları, yəni düzgün ağıllı məşq, onlar nəsə deyil, smart training-də. Bunları eləyəndən sonra onların heç nə hər şey əslində insanın... Yəni mən onlarla işləyirdim, görürdüm ki, yəni bizdən artıq deyirlər, valla. Hər şey insanın əslində özündən asılıdır. Disiplin olsa, iradə olsa, niyə də elə düz vurğuladın. Yeri gəlmişkən elə Qafqaz milləti, hamımız, Dağıstanlıların özü də Qafqazlılardır. Yəni o ruh var bizdə, Azərbaycan idmançılarında. Biz döyüşkən milləti. Döyüşkən milləti, bəli. Yəni mən baxdım, yəni bizdən artıq heç nələri yoxdur. Ümid edək ki, səni orada görəcəyik, uğurlar sənə. Elnar, təşəkkür edirəm. Çox sağ ol, minnətdaram. Bəli, əziz izləyicilər, qonağımız Azərbaycanlı MMA döyüşçüsü, UFC yolunda inamlı addımlarla irəliləyən Elnar İbrahimov idi. Çəkilişdə yaratdığı dəstəyə görə isə Forma Fitness zalına öz təşəkkürümüzü bildiririk. İlk verilişimiz burada artıq sona yaxınlaşır, sona çatdı. Növbəti verilişlərimizdə görüşmək ümidi ilə hələlik.